Mütləqmi birbaşa Allahla və ona aid olan sözlərləmi, bizə təlqin olunan sözlərləmi dua etməlidir? Yoxsa bu Allahla özü bir bağ qurub, onu bəlkə sifariş formasında, necə ki bir məşhur misal var dində ki, səhv eləmirəmsə, çobana namaz qılmağın formasını, onlarda dua eləməyin formasını öyrətdiyi zamandan sonra səmimiyyət itir, dua edə bilmir, amma ondan öncə o öz istədiyi formada bir dua ritualı yaratmışdı və onu səmimi şəkildə eləyirdi. Peyğəmbərin onu dəyişdirməsi ya da yol göstərməsi riya qarışdı məsələyə. Bəlkə burada da eyni məsələ var. Bəli, çox doğrudur. İnsanlar istədikləri şəkildə dua edə bilərlər. İnsanların buna ən azından hüquqları çatır, buna imkanları da çatır. Bugün biz ümumiyyətlə liberal hüquqla idarə olunduğumuz üçün insanların nəyə etiqad etməyi məsələsinə heç kim qarışa bilməz. Ortodoksal dinlərin fərdlər üzərindəki nəzarəti zəiflədiyinə görə fərdi dindarlıq formaları yaranır. Bu çox təbii bir prosesdir. Yəni biz bunu tənqid edirik, təftiş edirik, amma bunu qadağan etmirik. Yəni insanların belə düşünmələri onların dini etiqad azadlığına hətta daxil olur. Biz sadəcə burada bu işin məntiqə nə qədər uyğun olduğu, bir də ki, buradakı sui-istifadəyə yol verilməməsi məsələsini müzakirə edirik. Agnostik və yaxud ateist perspektivdən baxanda duanın özü də bir manipulyasiya vasitəsi ola bilər. Məsələn, orta əsrlərdə böyük varlıq silsiləsi deyilən bir anlayış vardı. Orada deyilirdi ki, cəmiyyətdə mövcud olan iyerarxiya Tanrının qoyduğu təqdirlə, qədərlə formalaşır. Yəni, Tanrı var, rahiblər var, ondan sonra krallar var, əyanlar var və kəndlilər və kölələr var. Hər kəsin yeri Tanrı tərəfindən müəyyənləşdirilib. Sən yuxarı baxmamalısan. Baxın, din də bir manipulyasiyaya çevrilə bilir. İndiki dövrdə də insanlar fərqli formada dua eləyirlər. Burada da müsbət tərəflər ola bilər. İnsan, necə deyim, insan reallığı qəbul etməyə müqtədir deyil. İnsan reallığı qəbul etməkdə çətinlik çəkir. Yəni bir insan ağır bir xəstəliyə düçar olur və o bilir ki, o öləcək. O bunu taleyin onun bir bədbəxtlik gətirdiyinə mi qəbul etsin, yoxsa Tanrının onun üçün bunu təqdir etdiyi və əgər səbir gətirəcəksə, böyük mükafata nail olduğunu düşünsə daha rahat olar. Yəni insanlar bu şeylərə inanmaqla rahatlıq tapdıqlarına görə rahat şəkildə həm ənənəvi formalarda, həm müasir formalarda bu dua formalarını qəbul eləyirlər.